Sənət varsa sənətkar da var deyirlər. Amma bu bənzətmə xətalıdır. Çünki əvvəlcədən nəticəni qəbul edir. Amma təbiət dediyimiz şey bir sənət əsəri deyil. Təbiət öz-özünə işləyən və fiziki proseslərlə var ola bilən kifayət qədər xətalı bir sistemdir. Məsələn, qar dənəsi də gözəldir, amma bir yaradıcısı yoxdur. Kristalları simmetrikdir, amma bir memarı yoxdur. Planetlər nizamlı hərəkət edirmiş kimi görünsə də bu cazibə qanunlarının bir nəticəsidir. Biz saatı görəndə ustasını düşünürük. Amma bilirik ki, saat təbii proseslər nəticəsində var ola bilməz. Kainat və təbiət isə təbii proseslərlə var ola bilən bir sistemdir. Yəni kainat üçün belə bir müqayisə əsassızdır. Təkamül, təbii seleksiya və fizika qanunları mürəkkəb olan təbiəti kifayət qədər izah edə bilir. Fövqəltəbii hər hansı bir fenomen bu izah gücünə sahib deyil. Kainat dizayn olunmuş kimi görünə bilər, amma bu təbii proseslərin bir nəticəsidir. Kainatın dizayn olunmuş kimi görünməsi sadəcə bənzətmədir. Elmi fakt deyil və ya sübut deyil. Hər kəsə salamlar. Növbəti epizodumuzda yenə fəlsəfənin kəşf edilməmiş duhası, internetimizin daimi qonağı Çevik bəyin fərziyyələrini darmadağın etmək üçün buradayıq. Fəlsəfi şəfalətin bayraqdarı Çevik. İnanırsan onun videolarına baxanda mənə elə gəlir ki, adam fəlsəfəyə, məntiqə qarşı xüsusi bir sui-qəsd təşkil edib. Nə qədər savadsız ola bilərəm deyə özü ilə yarışır elə bil. Bu dəfə nə kəşf edib? Bu dəfə hədəfi çox böyükdür. Teleoloji arqument, yəni kainatın dizayn edilməsi məsələsi. Deyir ki, qarın və ağması, planetlərin fırlanması, kristalların yaranması şuurlu bir dizayn deyil, sadəcə olaraq təbii proseslərin və fizika qanunlarının avtomatik nəticəsidir. Faciədir. Bax bu, qanun və qanunverici xətasıdır. Çevik, gravitasiya sözünü, fizika qanunu sözünü öyrənəndə elə bilir ki, artıq hər şeyi həll edib, yaradıcını inkar edib. Bir düşün, təbiət qanunları arxa planda işləyən, kainatdakı elementlərin necə davranacağını müəyyən edən çox mükəmməl yazılmış bir senaridir. Amma o gravitasiyanın özünün şuuru yoxdur axı. Yəni gravitasiya şuurlu deyil ki, qərar versin gəlmən planetləri fırladım. Ay sağ ol. Təbiətin necə işlədiyini kəşf etmək, o sistemi və qanunları yazan şuuru, yəni mühəndisi inkar etmir. Tam əksinə, onun zəkasını təsdiqləyir. Qanun varsa, deməli ortada bir qanunverici, senari varsa bir müəllif var. Atalarımız çox gözəl deyib. Külü görən ocağı danmaz. Çevik külü görür, amma ocağı inkar edir. Özünü o qədər itirib ki, təbiətin xətalı olduğunu irəli sürüb, yaradıcını inkar etməyə çalışır. O məsələ də var. Disteleologiya deyirlər fəlsəfədə. Deyir ki, təbiət kifayət qədər xətalı bir sistemdir, qüsurludur, deməli mükəmməl bir yaradıcı ola bilməz. Ən sevdiyim absurdluq, özünü materialist sayan, hər şeyin təsadüf olduğunu iddia edən bir adam, hansı obyektiv standarta əsasən nəyəsə xəta deyə bilər? Sənin kainatında mükəmməllik standartı yoxdursa, qüsur nədir, xəta nədir? Bu sadəcə onun subyektiv qəzəbidir. Digər tərəfdən, bir avtomobilin mühərriki zamanla köhnəlirsə, yaxud aşınırsa, bu onun mühəndisi olmadığını göstərir. Xeyr, bu sadəcə fiziki entropiyadır. Sistemin bu cür dizayn edildiyini göstərir. Tamamilə doğru. Bəs onun o məşhur saat ustası analogiyasını tənqid etməsinə nə deyirsən? Deyir ki, biz saatın təbii yolla yarana bilməyəcəyini bilirik. Çünki saat ustası görmüşük. Amma canlılar təbii proseslə yaranır. Ona görə saatla təbiəti müqayisə etmək səhvdir. Klassik dairəvi məntiq. Bu adamın fəlsəfi cəhaləti həqiqətən epik səviyyədədir. Biz saatı kimsəsiz bir adada, torpağın altında tapsaq belə, əvvəlcə saat ustası görüb görmədiyimizdən asılı olmayaraq onun dizayn edildiyini biləcəyik. Niyə? Çünki onun içində mürəkkəb və spesifik informasiya var. Canlı hüceyrənin içindəki DNT isə ən mürəkkəb saatdan trilyonlarla dəfə daha çox mənalı məlumat ehtiva edir. Yəni təbii proseslər bir qum təpəsi yarada bilər, amma üst-üstə düşüb ensiklopediya yaza bilməz. Mükəmməl nümunədir. Su, külək, gravitasiya bəzi sıravi formalar yarada bilər, amma şuurlu informasiya, kod yarada bilməz. Çevik bəy külün kitab yazdığını inanacaq qədər fəlsəfi körlük içindədir. Üstəlik bütün bu təbii proseslər nağışını danışarkən astrofizikanın ən böyük kəşflərindən birini tamamilə görməzdən gəlir. İncə ayar, yəni fine tuningi. İncə ayar problemi. Bunu biraz açaq izləyicilər üçün. Əlbəttə, kosmoloji tədqiqatlar sübut edir ki, kainatın başlanğıcındakı fiziki sabitlər, məsələn gravitasiyanın gücü, kainatın genişlənmə sürəti o qədər ağılsığmaz, o qədər dəqiq bir riyazi ayardadır ki, əgər gravitasiya milyardda bir dərəcə belə fərqli olsaydı, nə ulduzlar olardı, nə planetlər, nə də Çeviyin o çox güvəndiyi təbii proseslər. Kör təsadüflər və şuursuz proseslər bu başlanğıc parametrlərini, bu riyazi dəqiqliyi əsla izah edə bilmir. Xülasə, Çevik bəyin davası avtomatlaşdırılmış bir zavodun işləmə mexanizmini tapıb, baxın bu dəzgahlar daxili qanunlarla öz-özünə işləyir, deməli onu dizayn edən mühəndis yoxdur deyən bir adamın davası kimidir. Çox dəqiq ümumləşdirdin.
Elm mexanizmi kəşf edir. Lakin bu riyazi nizamın, bu mexanizmin niyə var olduğunu, hansı şuur tərəfindən yazıldığını izah etmək elmin yox, teologiyanın işidir. Təbiətin özünü bir yaradıcı kimi təqdim etmək elm deyil, sadəcə fəlsəfi bir illüziyadır. Çevik isə təəssüf ki, o illüziyanın ən könüllü əsiridir. Möhtəşəm rəddiyə idi. Düşünürəm ki, bu analizdən sonra o videolara qulaq asanlar saat ustasının kim olduğunu çox aydın görəcəklər. Hər kəsə təşəkkürlər, növbəti buraxılışlarda görüşənədək.